Salam. Önümüzdəki 5 ildə hansı sahələrdə robotlar insanları əvəz edəcək, süni intellekt insanların yerinə qərar verəcək? Bu haqqda qısa araşdırma apardım və o araşdırmanı sizə çatdırmaq istəyirəm. Oxford Economics'in apardığı araşdırmaya əsasən önümüzdəki 5 ildə, yəni gələcək 5 ildə 20 milyon insanı robotlar və süni intellekt əvəz edəcək. Bəs hansı sahələr ilk təhlükə altında qalacaq? Əsasən fabrik və zavodlarda işləyən işçilər işsiz qalacaq. Bunlar arasında kimlər var? Xüsusən yığma xətləri üzərində istehsal olunmuş məhsulları toplayan, qablaşdıran işçilər işsiz qalacaq. Onlar robotlar əvəz edə biləcək. Logistikada müəyyən sahələrdə robotlar və süni intellekt insanları əvəz edə biləcək. Eyni zamanda sadə ofis işlərində, müştəri xidməti standart olan restoranlarda, McDonald's, KFC kimi restoranlarda artıq robot ofisiantlar insanları əvəz edə biləcək. Eyni zamanda kassa işləri və s. Hətta araşdırmada iddia edilir ki, uzun yollardakı tırlar və bunun bənzəri böyük maşınları da artıq süni intellektlə idarə etmək mümkün olacaq. Yəni şofer işləri də, sürücü işləri də təhlükə altındadır. Lakin bizim kimi ölkələrdə bu qədər sürətli reallaşacağını düşünmürəm. Başqa nələr var? Hüquq sahəsi kimi bir çox və bənzər sahələr süni intellektlə əvəzlənəcək. Çünki süni intellektdə lazımı qanun məlumatları yerləşdirildiyi zaman artıq onlar qərarlar çıxarda biləcək. Bu təbii ki, o demək deyil ki, vəkilə ehtiyac qalmayacaq, hüquqçulara ehtiyac qalmayacaq. Xeyr, məsələ nədir? Məsələn, bilmirəm Azərbaycanda bu sahələrdə fəaliyyət varmı ya yox. Bunun bənzərlərini bir neçə xarici ölkədə görmüşəm mən. Hüquq ofisləri var. Yəni şirkətlərə hüquqi məsləhətlər verən, xidmət göstərən ofislər var və onların onlarca əməkdaşı var. Artıq bu qədər geniş insan kütləsi ilə işləməyə ehtiyac qalmayacaq. 7-8 nəfər çox rahat 40-50 nəfərin işini görə biləcək və ona görə də bu sahələrdə fəaliyyət göstərən bir çox insan işsiz qalacaq. Eyni zamanda proqramlaşdırma. Yəqin ki, bu sahələrdə ətrafınızda fəaliyyət göstərən insanlar var. Biz də öz dostlarımızla, xaricdə işləyən, bu sahələrdə çalışan dostlarla ara-sıra məsləhətləşirik. Bu yaxınlarda İstanbulda işləyən bir tanışım belə bir şey dedi ki, ofisdə fəaliyyət göstərən 2 komandadan biri ləğv edilib. Proqramlaşdırma sahəsində işləyən komandalardan biri ləğv edilib. Çünki nəyə görə? Digər komanda süni intellektdən istifadə edərək artıq o mürəkkəb və çoxlu insan əməyinə ehtiyac olan işi görə bilir. Kiçik bir komanda. Bəs yaxşı, bu sahələr təhlükə altındadır. Bu sahələr gələcəkdə işsiz qalacaq insanlar, bu sahələrdə fəaliyyət göstərən insanlar. Hansı sahələrdə yeni işlər ortaya çıxacaq və hansı işləri görən insanlar önümüzdəki 5 ildə risk qarşısında qalmayacaq? Birincisi ustalardır. Yəni bu ustaların arasında elektriklər, malyar, nə bilim, ev təmirində işləyən ustalar və bir çox usta sahələri risk qarşısında qalmayacaq. Çünki demək olar ki, analitiklərin, bu barədə araşdırma aparanların tamamı ittifaqla bildirir ki, robotlar önümüzdəki 5 ildə ustaların işini əvəz edə bilməyəcək. İkincisi, dizaynerlər kimi, daha doğrusu dizayner deməyim də, insan xəyal dünyasına ehtiyac olan sahələrdə robotlar insanları əvəz edə bilməyəcək. Psixoloqlar, koçlar, müəllimlər bir çox sahədə, bu sahələrdə robotların insanları əvəz edəcəyi öngörülmür. Yəni önümüzdəki 5 ildə. Yeni sahələr də ortaya çıxacaq. Bu təbii ki, sizi ümidsizliyə düçar etməsin. Yeni sahələr ortaya çıxacaq. Eyni zamanda müəyyən sahələrdə genişlənəcək. Buna bir örnək verəcəm, misal verəcəm buna. Mən bu sualı
bir universitet müəlliminə vermişdim və demişdim ki, yəni bir çox sahədə insanlar işsiz qalacaq gələcəkdə. Bu necə olacaq?